Hər vaxtın xeyirli olsun Rəqsanə. Ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət necədir? Buyur, detalları səndən alaq. Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, son vaxtlar ərzində qızılca xəstəliyini yoluxma hallarının sayında azalma müşahidə olunur və bununla bağlı olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib və qeyd olunur ki, son dövr ərzində tək-tək rast gəlinir bu xəstəliyin yoluxmasına, amma bir zamanlar, yəni bir müddət əvvələ qədər hardasa epidemioloji vəziyyət idi bununla bağlı olaraq və elə hazırda bu respirator virus infeksiyasına yoluxma halında son vəziyyət durum nə yerdədir? Bununla bağlı detallı informasiyaları qonağım Mərkəzin direktor müavinindən alacağıq. Xoş gördük Afaq xanım. Buyurun, detalları sizdən işləyək. Bildiyiniz kimi Azərbaycanda yoluxucu xəstəliklərə görə vəziyyət tam sabitdir. Hal-hazırda mövsümi olaraq respirator virus infeksiyaları qeydə alınır. O da aprel ayından azalma ilə müşahidə olunur. Yəni bir qədər azalmışdır. Qızılca xəstəliyinə gəldikdə isə qızılca xəstəliyi 23-24-cü illərin aprel ayına qədər Azərbaycanda artım verirdi. Həmin vaxtdan etibarən Azərbaycanda uşaqlar arasında, əsasən uşaqlar arasında peyvənddən kənarda qalan uşaqlar peyvəndə cəlb olunması, həm planlı peyvəndlərin aparılması, həm də kənarda qalan uşaqların peyvəndə cəlb olunması, 40 yaşına qədər böyük yaşlı əhalinin əhali üçün qızılca məxməri əleyhinə vaksinin ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilməsi və böyüklər arasında peyvənd işlərinin aparılması nəticəsində qızılca xəstəliyi Azərbaycanda aprel ayından, 24-cü ilin aprel ayından azalmağa başladı və həmin vaxtdan etibarən tək-tək 1-2 hadisə belə hər ay qeydə alınır. Və bununla bağlı yenə də peyvənd təqviminə uyğun qızılca parasit məxməri əleyhinə istifadə olunan peyvəndlə, planlı peyvəndlər aparılır. Eyni zamanda həm uşaqların, kənarda qalan uşaqların və böyüklərin peyvənd olunması üçün Azərbaycanda kifayət qədər vaksin var. Yenə də bölgə əsasında may ayında hal-hazırda yenə də rayonlara, tibb müəssisələrinə vaksin preparatlarının paylanması davam etdirilir. Onu da qeyd edim ki, bu yaxınlarda 27 apreldən 2 may tarixə qədər Azərbaycanda immunlaşdırma həftəsi tədbirləri keçirildi və bu müddət ərzində də Səhiyyə Nazirliyinin əmrinə əsasən bütün tibb müəssisələrində hər hansı bir peyvənddən kənarda qalan uşaqların peyvəndə cəlb olunması tədbirləri həyata keçirildi. Hal-hazırda kifayət qədər vaksinimiz var, peyvənd işləri davam etdirilir. Çox sağ olun informasiyaları bizdən paylaşdığınız üçün. Bir daha xatırladım ki, son dövr ərzində Respublikada deməli qızılca xəstəliyini yoluxma hallarının sayı yəni böyük şəkildə gözə çarpacaq dərəcədə azalma müşahidə olunur və təbii ki, bu da görülən tədbirlərin nəticəsi hesab olunur. Elə son vəziyyəti də Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevadan aldıq. Sizin çatdırdıq son informasiyaları. Bizdən bu qədər, söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə, ətraflı məlumat üçün. Xatırladım ki, bizimlə bağlantıda əməkdaşımız Rəqsanə İbrahimzadə idi.